Çox maraqlı və çox da dəhşətli adlandıra biləcəyiniz bir xəbər almışıq. Azərbaycanın ən içərisindən 7 saylı cəza çəkmə müəssisəsindən söhbət. Bu cəza çəkmə müəssisəsində baş verən dəhşətli hadisələrdən gedir. Bu kirli xəbərlərdən ən rüsvayçısı budur ki, 7 saylı cəza çəkmə müəssisəsinin rəisi Mehman Əliyev və onun müavini Kənan Avrocov bu zonda onları xüsusilə narahat edən və ya xüsusilə rahatsızlıq yaratdıqlarını güman etdikləri dustaqların zorlanma epizodlarını təşkil edirlər. Bu, içəridən gələn xəbərdir. İşgəncələrin adi hala çevrildiyi zonda hətta zorlama faktlarının da təşkil edildiyi barədə xəbər sadəcə dəhşət saçır. Bu prosedurlardan sonra həmin dustaqları karşısa salır və daha sonra 300-400 manat alaraq onları karşıdan çıxarırlar. Karşıdan çıxarmaq isə o demək deyil ki, pul alındıqdan sonra onları geriyə karşısa salaraq bu əməliyyatları istədikləri qədər təkrar etmək mümkün deyil. Daha sonra isə bütün zonlar üçün adiləşmiş olaylardan söhbət gedir. Dustaqlara gətirilən ərzaq bağlamalarına görə ödəniş alınması da bu qəbildəndir. Eləcə də telefon danışıqları, hamam, yataq dəstləri üçün pul qoparılması da. Niyə bu dəhşətli hadisələr barədə xəbərləri bu qədər əminliklə sizə çatdıra bilirəm? Ona görə ki, bu iyrənc hadisələr barədə məlumatlar Ədliyyə Nazirliyinə, Ombudsman aparatına göndərilən şikayət məktublarında da əks etdirilir. Yəni bir növ rəsmi təsdiqi olan xəbərlərdir. Şikayətin göndərildiyi bu dövlət orqanları isə onları qətiyyən araşdırmadan formal reaksiya göstərirlər, etinasız cavablar yazırlar. Dustaqlar əhalinin narahat kateqoriyasına aid olan insanlardır. Onlar özlərini yaxşı aparmırlar, cinayətkardılar və yalan danışırlar. Vəssalam. Amma rüşvətə yoluxmuş, mayası və karyerası rüşvət üstündə yoğrulmuş rəislər, müavinlər cinayətkar deyil, rahat əhali kateqoriyasına aiddirlər, eləmi? Rəis müavini Kənan Avrocov rəisin göstərişi ilə həbsxanada xüsusi işgəncə kamerası yaradıb. Bu işgəncə kamerası cəza çəkmə yerində sahman yaratmaq üçün deyil, işgəncə prosesindən ləzzət almaq üçündür. O qədər dərin işgəncələr ki, hətta dəfələrlə ölüm faktları da qeydə alınıb, amma təbii ki, ölüm faktı ən müxtəlif yalan səbəblərlə sənədləşdirilib. Son zamanlar bir neçə ayın içərisində ən azı 2 nəfəri döyə-döyə öldürüblər, birinin isə gözlərini kör ediblər. Hətta kör etdiklərinə də hansısa zəhərli iynə vuraraq öldürüblər. Bir dostağı zorluyu baş ağlayandan, şəxsiyyətini sındırandan sonra 15-ci zona göndəriblər. Bu işgəncənin qurbanlarından bəzilərinin adları da var. Dövlət orqanlarına da göndərilib bu adlar. İşgəncə ilə öldürülən dustaqlardan Əliyev Ramin Mehdioğlunun, Nemət Adaşovun, Tural Nağıyevin, Etibar İsmailovun adlarını xüsusilə fərqləndirə bilərəm. İçəridən verilən xəbərdə bildirilir ki, 7 saylı zondakı işgəncə kamerasında daim döyülməyə namizəd kimi saxlanılan dustaqlar olur və indi də orada adamlar var. Ölüm faktları necə baş verir? Bizə yazan mənbə bir qədər detallı izah edir. Qurbanı seçib əvvəlcə müqavimət qabiliyyətini itirincəyə qədər möhkəm döyürlər, sonra zorlatdırırlar. Ondan sonra zorlanmış dustaq çılğınlaşaraq xüsusilə aqressiv davranır və qisas almaq üçün əlindən nə gəlirsə edir, söyür, təhqir edir, onu döyənlərin və zorlayanların üstünə atılır, prosesin bu hissəsində onu ölüncəyə qədər döyürlər. Bu, əlbəttə, standart sxem deyil, amma bir qayda olaraq belə hallar daha tez-tez təkrar olunur. Bu prosesin təşkilatçılarını da qabarıq hərflərlə fərqləndirmək istəyirəm bir daha. Rəis Mehman Əliyev, rəis müavini Kənan Avrocov, əməliyyat işləri üzrə rəis müavini Yaşar və başqaları. Xatırladım ki, bu dəhşətli hadisələr barədə çox yazışmalardan, şikayətlərdən sonra Ədliyyə Nazirliyi 7 saylı cəza çəkmə müəssisəsinə Barat adlı bir müfəttişlə göndərib, o da gəlib işgəncəyə məruz qalan dustaqların şəkillərini çəkib, onların bədənindəki işgəncə izlərini sənədləşdirib və cəhənnəm olaraq gedib. Görünür, bu sənədləşdirmələr 7 saylı zonun rəis heyətindən hansısa daha etibarlı və daha qalın sənədləri qoparmaq üçün lazım imiş. Bu, Əliyev rejimidir. 7 saylı da, o biri saylılarda nömrələnməyən cəza yerləri də bu rejimdə işləyir.